Uşağın yaddaşını gücləndirən 4 məşğələ. Bu videonu yaddaşda saxlayın və yaxınlarınıza göndərin. Uşağın yaddaşını gücləndirmək üçün saatlarla dərs oxutmaq yox, düzgün öyrənmə üsulları seçmək lazımdır. Bəs bu üsullar hansılardır? Birinci üsul uşaq oxuduqdan sonra dərsi sanki kiməsə başa salırmış kimi danışmağıdır. Bu zaman beyin məlumatı daha yaxşı yadda saxlayır. İkinci üsul oxunan məlumatın üzərində rəngli qələmlərlə qeydlər aparmaqdır. Bu uşağın vizual yaddaşını işə salır. Üçüncü üsul yatmamışdan əvvəl edilən qısa təkrardır. Yuxudan əvvəl edilən 5-10 dəqiqəlik təkrarlar məlumatın beyində daha möhkəm qalmasına kömək edir. Dördüncü üsulumuz isə aralıqlı təkrarlardır. Bəli, oxuduğunuz məlumatı sabah, 3 gün sonra və 1 həftə sonra yenidən təkrar edin. Bu prosesdə isə övladınızın yaddaşına bir valideyn olaraq əlavə dəstək olmaq istəyirsinizsə, birinci növbədə ona balıq yağı verməlisiniz. Mənim sizə tövsiyəm dünyada ən çox satılan balıq yağlarından biri olan Norveç istehsalı Easy Fish Oil məhsuludur. Bu məhsulun içərisində olan EPA və DHA yağ turşuları uşağın beyin funksiyalarını, zehnini, ürək-damar, göz sağlamlığı və immun sistemini dəstəkləyir. Easy Fish Oil digər balıq yağlarından üstün eləyən tərkibində omega 3 ilə yanaşı D vitamininin də olmasıdır. Easy Fish Oil məhsulundakı omega 3 yağı D vitamininin effektliyini artırır. Balıq yağı övladınızın beynini, D vitamini isə immun sistemini qoruyur. Məhsulun digər bir üstünlüyü çeynənilən jelatin tablet şəklində olmasıdır. Sirop şəklində olan balıq yağları qapağı açıldıqdan sonra tez xarab olur. Çünki oksidləşmə prosesi gedir. Easy Fish Oil isə çeynənilən jelatin tablet şəklində olduğu üçün hər istifadədə ilk günkü təzəliyini qoruyur. Meyvə aromalıdır, tərkibində isə donuz yağı yoxdur. Norveç istehsalı Easy Fish Oil məhsulunu bildirim ki, ölkənin bütün apteklərindən, həmçinin bir market az saytından onlayn şəkildə sifariş verə bilərsiniz.